Hamınıza salam dostlar, değerli izleyicilerim. Bugün sizlerle birlikte bir 161 min pul yığmışam. Bir de görmüşəm ki, burada yeni bir maşın var. Özdə 10 qızıla özdə. Bu 100% o Hill Climber içindəki Super Hill Climber'da. Ona görə onu gətiriblər. İndi bunun alıram 10 manata. Niyə 10 manat qoyublar bilmirəm. 1 manat qoyardılar da. Neyse. İndi burada birinci bu maşının mən eləmi birinci belə halından sürmək istəyirəm. Görək necədir. O normal Hill Climber 538-ci yerdə bir dənə dik yol var idi. O biraz dik yolda. O zəif maşının görə oradan çıxa bilmir. Görə bu oradan çıxa biləcək bu canavar. O qəşəng gedir ha bu. Bu qəşəng gedir. Bir de bu oyunda belə bayraq teması var. O bayraqlarla mı maşınların görünümünü açırsan, ondan sonra maşını ala bilirsən. Belə bir şey var, belə bir tema var. Güncəlləmədə ya. İndi 538-ə gələ, indi maraqlı orada. Görək bu keçə biləcəkmi oran? Görək Hill Climberlə fərqi olurmu? İndi son 100 metr qaldı. 100. Bu arada 163 min pulum var. Yani update etməyə, yəni maşını, yəni ehtiyat hissələrin inkişaf etdirməcə. Bu indi çatdıq əsas yerə, bura. Buradan normal Hill Climber keçəmirdi. Bəs bu? Bu da keçə bilmir. Çıx. Bu keçdi. Amma yenə də keçdi da. Halaldır buna. Deməli, Super Hill Climberlə normal Hill Climberin fərqi var imiş. Bunu biraz update etsək, yəni ehtiyat hissələri alsaq, bu qəşəng gedər ha. Bu deyim, bu qəşəng gedər. İndi çıx. Biraz zulum çəkir, çünki stokdur da. Çıx. Biraz zulum çəkir çıxmağa. 701 metrdir. Buradan çıxa biləcək. Bura harada görüm. Buranı keçər. Yox, buranı keçəməyəcək. O, keçdi. Bunun 100% P9'da bunun nəsə göyə qaldırır bunun süspansiyonları. Ona görə yağım belədir. Çıx. Oba. Hər ki 1000 metrə qədər yaxınlaşdı. Bu qəşəng maşındır. Amma buradan çıxamayacaq. Mən biləm. Maşınları buradan çıxa bilməyəcək. Neyse. Yəni, bəlkə cəhd eləyək görək çıxa biləcək. Yəni, dala qayıdıb oradan uçacam tez. Dala qayıd. Çat. Ayda çatmadı. Və biz belə uduzduq. Bir də üstündən açdıq. Boynumuz da əzildi. Bir də şəklini çəkmək yeri var. Devam etməsin də o. Eləmi. İndi. Burada bizə lazım olan 8000 motor. Yenə 18 minlə verək. 32 min bilmirəm. Bunu da verək. 2 dənə. Yaxşı. Bu 2 dənə hələ ki verək. Bunu da verək. Ondan sonra buna da verək. İndi bu indi fərq hiss etdirər yəqin. İndi rekorumuz 808-dir. Görəsən indi bu ehtiyat hissələri aldıq deyə 808 metr keçə biləcəyik. O, maşın qəşəng gedir ha, bərk gedir. Maşın bərk gedir ha, qəşəng gedir ha, bu əvvəlkinə baxmış. Görə indi maraqlı yer odur ki, 808 metrə keçə biləcəyik. Mən əslində bunu bilmirdim, belə şey olduğunu. Belə olduğunu da yəni. 370, 400 metr keçdik. Yəni hər hərəkətdə deməli mən bildiyim qədər 2 dənə bayraq verir. Çünki o yol xəttlərin yanında bir dənə ağ qırmızı bayraq var, qarışıq. Orada da üstündə nəsə yaşıl bir şey var. Yəqin 2 dənə olur, limit olub da. Hər xəritədə 2 dənə olur. Rekorumuza yaxınlaşırıq ilə yavaş-yavaş tac ortaya çıxır. Sür. Bunun çox qabağa qalxır. Bunun yenə çox təkərdir, iskeletdir. Ona verməliyik ki, daha qəşəng olsun. 100% o 808 metrədən keçəcəyik.
İndi bundan sonra ən çox hələ ki xoşladığım maşınlar o motocross bisikletidir. Bir də şeydir, bu maşın. Mesela mən bu maşın xoşuma gəldi. Belə qəşəng rahat yad gedir. Rekordumuza çatdıq. Burada uduzduğumuz yerə çatdıq. 770 və buradan test tutulan keç. De gördüyün kimi rahat. Aşma. Of, qəşəng. Gördünüz? Bu belə fırladırıq. Amma normal hill climberdə olmaz. İşe yaradı. Aşma. Heh. Deyən. Dala qayıdaq, qayıt dala. Dala qayıtsın və uç. Uç. O, bu maşın həqiqi qəşəkdir ha. Hər maşında şeydir, amma buradan çıxa bilməyəcək, hə? Yəni, buradan çox maşın dirənir. Bura nəsə elə bir yerdir ki, buradan hər maşın dirənir. Bunun təkcə bir maşında yaşamıram. Əylə belə qaldı, belə çıxım. Gör neçə maşınımız var? 1, 2, 3, eləmi? Dön gör neçə maşın var? Ablar niyə görsənmir? Mən ilk dəfə belə görməm. Mən əvvəllər oynayanda belə yox, belə bir şeylər yox idi. Yəni təzə güncəlləmədi. Bəlkə də təzə maşın gəlib, nə bilim. Bu da var. Xızaq da var. Kızaq deyirlər, nə bilim. Yarışma kamyonu. Bu qəşəkdir. Bu həqiqi qəşəkdir. Tank var, nə bilim, bu var, o var. Hələ çox xoşladığım maşınlar Super Hill Climberlə, bir də motocross bisikletdir. Bununla da bir sezonlara da görək nə var, nə yox. Görək nə ayırıq. Ben biraz update edim. Motor bilmirəm. Bu ver. Ondan sonra bunu ver. Bunu ver. Elə pulumuz da qutardı. Elə bu oyunda məqsəd budur ki, pulu qutarmalısan. Pulu xərcləməlisən, daha nə ayıracaqsan ki? Maşına var. Qəşəng gedir ha. Təkərlər də verdi, yaxşı oldu. O görəsən o bir yer vardı, payız fəslində tərpənən torpaq kimindən var idi, daş kimi. Onu görəsən keçə biləcəyikmi? Məncə deyirəm, o çox çətindir, onun hər maşın keçə bilmir. Sürətli gedən maşın oradan tullanıb keçə bilər amma. Bunun üstündə fənər var, yəni o fənər yanır eləyir. Bir 100.000 pulumuz var. Top. Bir 100.000 pulumuz var idi. İndi 2 dənə şey aldıq. O saat qısardı. Yığmaq asaddır, xaçlamaq yox. Yığmaq çətindir, xaçlamaq asandıdır. Burada top nə var da? Top bizə yağış mənfidir də, yəni bizim üçün pis təsiri var. Çünki maşınımızı əngəlləyir də. 625 metr. Bu payız fəsli məncə burada birinci ildə ən çətin fəsil payız fəslidir. O həm yarpaqlar da var, adamı eləyir. Buradan tez tullanacağım. Tullan tez. Tullandıq. Risk aldım, tullandım. Deməli çıxaq indi yuxarı. 11.000 pulumuz oldu. Hayda, burada bir dənə ilişdirsə, buradan çıxa bilməyəcək də. Tez. Buradan tez çıxmalıyıq, tez. Yolu tutum. Yolu tutduq və qalxdıq. Şükür. Amma qəşəng maşındır. Bax, buradır deyirəm. Buna baxın indi. Tərpənən daşdımı, torpaqdımı, artıq nə deyirsinizsə deyin. Bunu deyirəm. Payız fəslini çətin eləyənlərdən biridir. Burada tıxandıq da. Ona görə buradan keçə bilmirik də. Zəhlim gedir. Həm də sizə payızdan da zəhlim gedir real həyatda. Oyunda da indi zəhlimim getdi. Testullan düz düşdü. Ayda keçə bilmədik. Yəni oradan tullana bilərəm. Ayda öldürdü bizi, sıxışdırdı bizi. Çıxaq bir dənə də çöl həritəsində də yoxlayaq bunu. Çöl burada.
Çölə girək, görək çöldə nətər performans verir. Görürsən o normal ilk başladığımız yaşıl xəritə çətindir, yəni kırsal xəritəsi çətindir, yoxsa bu çöl, yəni səhra xəritəsi, nə bilim. Amma sezonlar xəritəsi daha belə cəlb edicidir, belə detayları ilə, yadı ilə, arxa plan rəsmi var. Bunda elə bir dümdüz yerdir. Amma yenə də bu da yaxşıdır. Sezonlar məncə ən çətin xəritələrdən biridir. Deməli, Tula. Bu heç səhraya da oxşamış. Amma deyəsən o kırsal xəritəsindən deyəsən, dəqiq bilmirəm, heç çətindir mi ya yox. Heç bilmirəm. Bu yağın nitroda o 0 yazan. Gələcəkdə də almaq da olar, nə bilim. 540 metr, rekorumuza da az qaldı. Sür, çıx. Həqiqətən qəşəng maşındır. Favori maşınlara kaydedildi. Amma bunun qabağı qalxır biraz, xoşum gəlmir. Adamın canını sıxır ürək. Bax, qabağı qalxır. Gərək buna təkər də vermək lazımdır, 1-2 dənə. Onda düzələcək, qabağı qalmayacaq. Təkər verəndə yolu daha rahat tutur ona görə. Ayda, bu da belə. Yəni gördüyümüz kimi belədir. Super Hill Climber'də aldıq, yəni pulsuz bir şəkildə. Həm 2 dəqiqədə 160 min pulumu 2 dəqiqədə verdim bu maşına. Yəni bu maşına verdiyimə məncə dəyər. Çox haqqı ilə verər dəyər. Videomuz bu qədər idi. Sağ olun. Yəni videomuz bu qədər idi. Sağ olun, salamat qalın.